Bir neçə gün bundan əvvəl Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Layk oteldə çalışan 4 nəfər afisant dəmir konstruksiyanı daşıyarkən ərazidən keçən yüksək gərginlikli elektrik naqillərinə toxunaraq bədbəxt hadisə nəticəsində faciəli şəkildə həyatlarını itiriblər. Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bir neçə gün bundan öncə Layk oteldə bədbəxt bir hadisə baş verib. Belə ki, Layk otelin işçiləri 4 afisant oğlan yüksək elektrik cəryan nəticəsində dəmir konstruksiyanı daşıyarkən həlak olublar. Biz burada Milli TV olaraq ailələrinə, doğmalarına səbir diləyirik və Allahdan rəhmət diləyirik. Allah rəhmət eləsin. Biz indi qarşı tərəfə yaxınlaşacağıq. Layk otelin yəqin ki, səlahiyyətli bir şəxsi bizi qarşılayar, suallarımızı cavablandırar. Durduğum yerdə baş verir və görürsünüz burada izləri də var. Və məlumdur ki, bu afisantlara aid olmayan bir iş tapşırıblar və nəticədə də belə bir bədbəxt hadisə baş verib. Aldığımız məlumata görə həmişə dəmir konstruksiyanı burayla hərəkət elətdiriblər, amma həmin günü isə afisantlar təlimatı olmadığına görə o ərazidən aparıblar və oradan da yüksək elektrik xətti keçir və nəticədə bədbəxt bir hadisə baş verib. Biz indi hal-hazırda daxil oluruq Layk otelə. Bizə bildirdilər ki, fəaliyyəti dayanıb, işləmir, amma yenə də daxil olaq, baxaq, fəaliyyət göstərirmi ya yox? Çətinliklə də olsa mən bu qapını açacağam. Biz daxil olduq hal-hazırda Layk otelin içərisinə və gördüyünüz kimi hal-hazırda həqiqətən də fəaliyyət göstərmir.